Cədvəldə internet axtarış sistemində icra edilən sorğular verilmişdi. Axtarış sisteminin hər sorğu üzrə tapdığı səhifələrin sayının artma sırasına uyğun olaraq sorğuların nömrələrinə görə müəyyən edin. Yəni biz kiçikdən böyüyə doğru ardıcıllığı tapmalıyıq. Bunlar içərisində ən kiçik olan üçünün də, bunu çoxluq şəklində yazdım. Fizika, kimya və riyaziyyatın üçünün də əndi bax bu hissədir. Bu hissə ən kiçikdir. Yəni ən kiçiyi 2-dir. Daha sonra 2-ni yazdım. 2-ni çıxım. Daha sonra fizikanın, kimyanın əndi. Bax o da bu hissədir. Yəni daha sonra gəlməlidir 3. 3. Daha sonra bunu silək. 3-dən sonra 3-ü də çıxım. 3-dən sonra yazacağım 5-i. 5 hansı hissədir? Fizikanın kimya ilə ortaq olmayan hissəsi. Yəni fizikanın kimyanın ortaq hissəsini çıxıram, yerdə qalan hissə. Yəni gəlməlidir 5. Növbəti vəziyyətdə, buranı yenə silim. 1 mi yoxsa 4 mü? 1 daha kiçikdir. 4 hamısı bir yerdədir, amma 1 yalnız fizika və kimya dairəsidir gördüyümüz. Yəni sonra gəlməlidir 1 və ən böyük olan 4-dür. Deməli, doğru cavab olacaq 2, 3, 5, 1, 4.